öz həyatını təsvir etmir. Yaxınlarını itirmək qorxusu ilə yaşayan belə şəxslərdə qarşı tərəfi dırnaqarası qorumaq hissi rahatlıq vermir. Belə insanlar başa düşmürlər ki, əzizlərinin əsas əzab mənbəyi elə onlar özləridir. Zorakılıq etmiş şəxslərin heç özləri də anlamırlar ki, belə aqressiv hərəkətlərə onları nə vadar edir. Bununsa səbəbi elementar qısqanclıqdır. Yuxarıda göstərilən nümunələri nəzərə alaraq qarşı tərəfdən ilkin qısqanclıq siqnalı alan şəxslər onları qarşılarına qoyaraq səmimi söhbət etməlidirlər. Əgər qısqanc həyat yoldaşı öz sevgisini itirməkdən qorxursa, qarşı tərəfin sözlərinə qulaq asaraq əsassız qısqanclığın yersiz olduğunu dərk etməlidirlər. Əgər vaxtında bütün münaqişəli məqamlara aydınlıq gətirilməsə, nəticə hər iki tərəf üçün kədərli sonluqla bitə bilər. Erkən nikah daha çox burada faiz qızların üzərinə düşür də. Oğlanlar orada çox az faizdir, statistikadan bilirsiniz. Misal üçün, mən o qızların valideynləri ilə söhbət eləyəndə, onlar deyirlər ki, müəllim, Bakı, qabaqçı Bakı deyil. Rahat bir şəhərdir, qızımızı ötürürdük ki, yerdə oxumağa. Mən indi o şəhərə qız oxumağa göndərməyə ehtiyat eləyirəm. Məsələn, deyək ki, Lerikdə, deyək ki, Masallıda, bax, mənim bu söhbətlərim olub, deyiblər. Deməli, bir tərəfdən artıq qabaqlar Bakı bir rahat şəhəridir, qızları gözləyirdilər ki, gəlsin, təhsil alsın, ali təhsil ya orta ixtisas təhsili. İndi bir çox valideynləri bunu istəmir. Bunu istəməyəndə və orada belə bir səhv məntiq var. Deyir ki, qızım oxumayacaqsa, niyə də orta məktəbdə axıra kimi oxusun? Elə 6-cı sinifdən, 7-ci sinifdən qızı ayırırlar orta məktəbdən. Bir tərəfdən artıq oxutmayacaqlar, o faktor rol oynayır. Bir tərəfdən evdə iqtisadi tərəfdən problemlər yaradır ki, də qız böyüyəndə davranışlarında xoşagəlməz şeylər ola bilər deyə valideyn çalışır ki, tez bir zamanda qızı ailə qursun ki, bax, bu problemlərdən yaxasını qurtarsın. Amma bunun arxasında böyük qorxulu, fəlakətli bir nəticələr var. Mən sizə deyim, valideynlərlə də bir söhbət eləmişik. Qız oxumayanda, axı bu gələcəyin anasıdır. Bunun böyüdəcəyi bir odur ki, savadsız qadın uşaq böyütsün. Bir odur ki, bir orta məktəb heç olmasa yaxşı oxusa, savadlı qadın, orta təhsil də yaxşıdırsa, yaxşı da uşaq böyüdəcək, səviyyəli uşaq böyüdəcək. İkincisi, oxumayan, savadsız qızın əri də, qaynanası da, başqaları da ona biraz yuxarıdan aşağı baxır. Bu evdə avam bir vəziyyətdə qalır. Bunun üçün də bu tərəfdə. Ona görə valideynlər o fikri səhvdir. Bunu eləmək lazımdır ki, o qızı hökmən oxutmaq lazımdır. Qızı hökmən ən azı mükəmməl orta təhsil almalıdır. Bu səbəb əsasən kişilərə xas olur. Belə problemin yaranma səbəbi cinsi zəifliyin ortaya çıxmasıdır. Cinsi zəifliklə üzləşən kişilər əsəb hissi keçirirlər və öz problemlərində qadının ətrafındakı hər kəsi, hətta özünü günahlandırırlar. Belə situasiyalarda kişi günahı qadında görməyə başlayarsa, onda ona qarşı zor tətbiq edə bilir. Bir çox hallarda bu, hər şeydə sən günahkarsan sözü ilə başlayır. Əslində isə bu problemin kökündə qadının heç bir günahı yoxdur və bunun səbəbi elementar yorğunluq da ola bilər. Belə halda qadın aqressiyanın qurbanı olmamaq üçün ancaq tərəfdaşına dayaq durmağa çalışmalı və heç bir halda onu qınamamalıdır. Əgər qadın bu vəziyyətdə kişiyə həyan olsa, belə ki, kişi üçün bu çox vacibdir. Ona sonsuz minnətdar olan kişi ilə qarşılaşacaq. Çox təəssüf ki, bu səbəb sonuncu hədd sayılır və xüsusi müəssisələrdə müalicə tələb edir. Psixi pozuntudan əziyyət çəkən insanlara psixoloji kömək etmək lazımdır ki, onlar qarşısı alınmaz hərəkətlər törətməsinlər. Qeyd etmək lazımdır ki, psixi pozuntudan əziyyət çəkən insanlar da adi şəxslərlə eyni hüquqa malikdirlər və yardım almağa haqları var. İnsan cəmiyyəti dəyişir. Təbii biz bunu hiss eləyirik. 30 il bundan öncə olan insan və yaxud 100 il bundan dediyiniz kimi olan insan münasibətləri bugün tamam fərqlidir. Bugün insanların həyata baxışı tamam fərqlidir. Bu günləri dünya o qədər kiçilib ki, yəni biz burada Azərbaycanda otururuq, dünyanın o başına əl uzatırıq və oradan informasiya alırıq. Və müxtəlif informasiyalar, müxtəlif adət-ənənələr insanlara təbii ki, təsir edir.
Və bununla da yanaşı yenə də insana onun o yaşadığı mühit, birinci növbədə ailə və onun davrandığı cəmiyyət, bunların hamısı təsir eləyir. Ən böyük vacib məsələ valideyn məsuliyyətidir. Bu günləri valideyn məsuliyyətinin aşağı düşməsi, bizim milli adət-ənənələrdən uzaqlaşması bəzi ailələrin, yəni o ailə bağlılığı, ailə köklərinin, böyüyün, ailənin böyüyünün, ağsaqqalının, ağbirçəyinin əlində saxlaya bilməməsi bax ailələrin parçalanmasına gətirib çıxardır. 100 il bundan öncəki ailələr yadınıza salın, yəni bax orada iqtisadi cəhətdən o qədər çətin şəraitdə yaşayan ailələr olub. Amma o ailədə, ailə deməzdim, o nəsildə, o tayfada nə qədər bağlılıq, nə qədər mehribanlıq olub. Məsələ o bir tikə çörəkdə olmayıb. Məsələ bir-birinin arxasında durmaqda olub. Və bir-birinin arxasında durmaqla da yanaşı, öz dövlətinin, öz millətinin arxasında durmaq. Yəni vətənpərvərlik. Vətənpərvərlik bax o ailədən başlayır. O bağlılıq o ailədən başlayır. Hər bir millət öz insanı ilə görünür, fərqlənir. Ailədaxili zorakılığın müzakirəsi bu gün çox vacib və çətin məsələdir. Öncə ailələrdə baş verən konfliktlərin mütəxəssislər tərəfindən mütəmadi diaqnostikası aparılmalıdır. İkincisi, lazım olan halda tibbi yardım tətbiq olunmalıdır. Üçüncüsü, lazım olan halda hüquq mühafizə orqanlarının və tibbi müəssisələrinin iştirakı olmalıdır. Və nəhayət, bütün baş verə biləcək konfliktlərin əsasını təşkil edən alkoqolizmin, narkomaniyanın və psixi pozuntuların profilaktikası və müalicəsi aparılmalıdır. Azərbaycan mentalitetində ailə müqəddəslik ünvanının göstəricisidir. Amma acı bir həqiqət də var ki, son zamanlar leksikonumuzda bu müqəddəs sözün yanında zorakılıq, qısqanclıq, münaqişə terminlərini tez-tez istifadə edirik. Bu təzaddan isə bir çıxış yolu var. Və o yolda ondan ibarətdir ki, insanlar ailə institutunun müqəddəsliyini dərk etdikcə sadalanan neqativ hallar terminologiyadan çıxacaq.